Mən Məmmədiyarov Şəmsəddin Əli Məmmədoğlu, Şabran rayon sakiniyəm. 2014-cü ildən mən kənd təsərrüfatına məşğulam. Dövlətdən, Turanbankdan, bir də Unibankdan mən pul götürmüşəm. Bu kənd təsərrüfatının inkişafı üçün, qoyunçuluğun inkişafı üçün. Bu fermanı almışam. 2015 ildə 15-də pul götürüb bu fermayı aldım. 2016-cı ildə pulun devalvasiyası getdi. Yəni mən çoxlu ziyan elədim. Ona ziyanıma baxmayaraq mən yəni o dövlətə o pulumu ödəyirəm. Evim də Unibanka girov qoymuşdum. Unibank evimi alıb mən fakt bir dəqiqə Unibankın evində yaşayıram. Ancaq buna baxmayaraq mən o pulu ödəyirəm. Heç bir güzəştə mənə o vaxtı olmadı. 2022-ci ildə Şabran ərazisi yananda mənim də qoyunum, təsərrüfatım dağda idi. Dağda bütün 364 qoyunum mənim yanında məhv oldu. Dövlət Baytarlıq İdarəsi, Kənd Təsərrüfatı İdarəsi, Şabran rayon Yanğından Mühafizə İdarəsi, Fövqəladə Hallar Nazirliyi gəldilər dəfələrlə, icra hakimiyyəti dəfələrlə gəldi. Bizə dəyən ziyanı ödəyəcəklərini dedilər. Ancaq heç bir köməklik bizə dövlət tərəfdən olmadı. 2021-də mənim bu fermamın müqaviləsi, xahiş edirəm, çəkin. Buradan bu hissədən o yana mənə 202 hektar Şabran rayon icra hakimiyyəti, keçmiş icra hakimiyyəti Sündüz Babayeva mənə örüş sahəsi ayırmışdı qoyunçuluğun inkişafı üçün. 2021-də mən Şabran rayon icra hakimiyyəti, keçmiş icra hakimiyyəti Sündüz Babayeva 2005-ci ildə, 2021-ci ilə kimi mənə müqavilə ilə 202 hektar ərazi qoyunun inkişafı üçün, otarması üçün ərazi verilmişdi. Bu sənədlərdə buna verilmişdi. 2020-ci ildə, 2019-cu ildə bizim yenə keçmiş icra hakimiyyəti Novruzov mən eşitdiyimə ki, bütün torpaqlar 3200 hektar Şabran rayon ərazisini satılır. Mən də bildim ki, müqavilənin vaxtına 2 il qalıb, müqaviləni artırmaq lazımdır. Çünki bu müqaviləni artırmasam, mənim örüş sahəm olmasa, mən bu qoyunu harada otura bilərəm? Bu qoyun buradadır, ərazi buradadır. Buradan bu yana, bir də zəhmət olmasa çəkin, bu şipalərdən bu yana bunlar düşüb, güya deyirlər ki, agroparka düşüb. Bu şipalərdən o yana. Ərazi yoxdur. Bu qoyunun otarılması, 400 qoyunu, 300 qoyunu otarılması üçün ən azından bir 300 hektar, 400 hektar yer lazımdır. Ancaq mənə bu günləri 1 hektar da yerim yoxdur. Mənim xəbərim olmadan mənim torpağımı keçmiş icra hakimiyyəti Novruzov torpağımı satıb. Bu bilmir ki, Novruzov ya kimsə bu torpağı alan bilmir ki, burada qoyun var, burada çoban var, burada mənim hər bir şeyim, yəni burada fəhlələrim, işçilərim, mən özüm ailəm buradan, 10 baş ailə buradan dolanır, fəhlələr buradan dolanır, bir 10 baş məndən əlavə ailə burada dolanır. Bizim burada otumuz, fermamız, hər bir şey, yonca sahəmiz, məndən yəni artıq kimsə bundan məşğul deyil ki, agropark deyirlər, fakt var da, bir dəqiqə, bu qoyun var, təsərrüfat var, hər şey var. Mən neynəməliyəm? Bu qoyunun necə eləməliyəm? Mənim örüş sahəm olmayandan sonra, mənim torpağım əlimdən alandan sonra mən neynəməliyəm ki? Xahiş edirəm, yəni bu barədə bir ölçü götürülsün. Evim, yenə deyirəm, evim Unibank alıb, girov qoyub, mən bu təsərrüfatı yaratmışam, bu qoyunu almışam. 364 qoyunum yanıb, yenə təkrar edirəm. Dövlət mənə bir köməklik eləməyib, istəmirəm də. Mən dövlətdən bir dənə xahişim odur ki, mənim torpağımı, öz torpağımı özümü qaytarsın. 2020-ci ildə, 2019-cu ildə Novruzun qəbulunda olmuşam, gedmişəm, xahiş eləmişəm ki, mənim torpağımın, müqaviləmin vaxtını artırın. Eşidirdim ki, bu torpaqlar satılır, verilir. Mənə dedilər ki, sən narahat olma, sənin torpağın, sən orada fəaliyyətdəsən. Sənin torpağın satıla bilməz. Bu torpağa da satılıb, natiq adlı şəxsə Səba Broler, o da desən Səbanı təhvil verib, Səba Broler təhvil verib,
natiqə satılıb. Ona mən dəfələrlə dedim, xəbərdarlıq elədim ki, mənim burada qoyunum var, təsərrüfatım var. Yəni dedilər ki, biz torpağı almışıq. Özdə buralar hamısı şoran torpaqlardır. Prezidentin də fərmanı var ki, örüş sahələri satıla bilməz. Bu necə olur ki, örüş sahələrinin bütün 3200 hektar, bütün kənd ərazilərini, mənim ərazimdən başqa bütün cəmaatın kənd əraziləri alınıb, satılıb. Bunlar şoran torpaqda əkin aparırlar. Mən də bunlara soruşdum da, burada bu şoran torpaqdır, ağappaqdır, burada təsərrüfat, burada bitki, əkin olmaz. Yəni bunu biz görmüşük də, biz bilirik, biz bu işlə məşğul olub. Dedilər, bizə onun adiyyəti yoxdur. Bizə şum lazımdır. Yəni biz sığortamızı alacaq. Burada onsuz da, yəni şoran torpaqdır. Yəni bunu dövlət də bilir ki, daha ki özləri də məndirlər ki, biz görüntü lazımdır ki, biz torpaqlar şumlansın. Şumlansın, pul, subsidiya alırlar, bilmirəm, nə edirlər, onu yəni mən deyə bilmərəm. Mən Kənd Təsərrüfatı Nazirinin şəxsən qəbulunda da olmuşam. Siyəzəndə 2023-cü ildə mən Kənd Təsərrüfatının Nazirinin şəxsən öz qəbulunda oldum. O mənə baxdı, mən o qoyunlarım yanmağını, ferma götürmüşəm, dollarla götürmüşdüm ferma almağını, təsərrüfatı hamısını göstərdim. O mənə dedi ki, sənə kimi təsərrüfatçı, fermer bizə lazımdır. Ancaq, yəni lazım deyə, bəs bu qoyunun otarmağı da mənə cənab nazirə dedim, qoyunu otarmağa torpaq lazımdır, qoyun otlamalıdır. Mən bəs qoyunu neynəməliyəm? Qəzet qoymalıyam qoyunun qabağına. Gətirsinlər, versinlər qəzet, qoyun qabağına oxusun qoyun. Başqa yolumuz yoxdur bizim. Belə bir çıxılmaz vəziyyətdəyik. Mənim müraciətim cənab prezidentədir, Mehriban xanımadır. Mən dəfələrlə sözə məktub, Milli Məclisə göndərmişəm, cənab prezident sizə göndərmişəm, Mehriban xanım sizə göndərmişəm ki, xahiş edirəm, bir fermer olaraq, bir kənd cəmaatı olaraq bizə köməklik eləyəsiniz. Mənim Unibank evimi dollarla götürmüşəm, bu dəfə evimdən çıxmaq üçün Azərbaycan Respublikası Ədliyyə Naziri Şabran rayon icra şöbəsinə. Məni evdən çıxartmaq üçün evdə. Mən bu günləri bu evimə də qaytarıram, yanan qoyunlarımın ziyanını da ödəyirəm, yəni dala çəkilmirəm. Yəni bunu eləyirəm. Yəni adam var, məsəl üçün, hansısa bir fermer var, yanar qoyunu, dala çəkilər. Məndə elə bir şey yoxdur. Yəni daha da həvəslənirəm, dala çəkilmirəm. Mən 100-600 qoyundan gəlib 100 qoyuna düşmüşəm. Bu günləri yenə qalxızıb 500 qoyun eləmişəm, ancaq otarmağa yerim yoxdur. Torpağımı da alıblar. Cənab prezident, dəfələrlə sizə məktub yazmışam. Bilirəm məktublarım sizə gəlib çatmır. Milli Məclisə yazmışam ki, bizə heç olmasa bir fermer işinə məşğul olan təsərrüfatçılara köməklik eləyəsiniz. Xahiş edirəm sizdən.